Mövzumuz qaraciyər yağlanmasıdır. Xahiş edirəm videonu bəyənərək izləməyə davam edin. Birinci, ikinci, üçüncü dərəcəli qaraciyər yağlanması nə deməkdir? Birinci dərəcə yüngül yağlanmadır. Yəni qaraciyərdə yağ yığılması başlayıb, amma bu hələ sirroz və xərçəng demək deyil. İkinci dərəcədə yağlanma artır və bəzi insanlarda buna iltihab da qoşula bilir. Risk əsasən buradan başlayır. Üçüncü dərəcə isə ağır yağlanmadır. Proses uzun çəkərsə qaraciyərdə fibroz, yəni çapıqlaşma yarana bilər. Fibroz dərinləşəndə isə sirroz riski artır. Sirroz isə qaraciyərin ciddi zədələnməsi deməkdir. Bu mərhələdə qaraciyər xərçəngi riski də yüksəlir. Bəs qaraciyər nəyə görə yağlanır? Ən çox səbəb artıq çəki, xüsusən də qarın piylənməsi, az hərəkət, çox şirniyyat, unlu yeməklər, insulin dirənci və s. buna səbəb olur. Qaraciyər yağlanması həm də zamanla başqa xəstəliklərə də yol aça bilər. Qanda xolesterin artır, təzyiqi yüksəlir, ürək və beyin damarlarının tutulması riski artır. Nə eləmək lazımdır? Hər gün piyada gəzmək, çəkini azaltmaq, qarın piyini azaltmaq, şirniyyatdan, ağ undan az istifadə etmək sizə ilkin mərhələlərdə dəstək ola bilər. Əgər artıq qarın şişkinliyindən, şirniyyat istəyindən və qaraciyər yağlanmasından ciddi əziyyət çəkirsinizsə, bu məqamda əlavə dəstək lazım olacaq sizə. Mən sizə alfa-xromu tövsiyə eləyərəm. Alfa-xrom tərkibində xrom və alfa-lipoik turşusu olan elmi əsaslı bir kompleksdir. Xrom insulinə həssaslığı artırır, şəkərin hüceyrələrə keçməsini asanlaşdırır. İştahanı və şirniyyata meylliliyi azaldır, yəni arıqlamağa dəstək olur. Alfa-lipoik turşusu isə güclü antioksidantdır. Maddələr mübadiləsini sürətləndirir, yağların enerjiyə çevrilməsini asanlaşdırır. Qaraciyərdə və qarındakı piyləri əridir. Bundan əlavə halsızlığı da azaldır, enerji verir və şəkəri sabit saxlamağa kömək eləyir. Qəbul qaydası da sadədir. Gündə 2 dəfə yeməkdən yarım saat əvvəl açsanız bəs eləyir. İtaliya istehsalıdır. Keyfiyyətindən də əmin ola bilərsiniz. Əksər apteklərdən də əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər.